Salam əziz şagirdlər və abituriyentlər. Gəlin birlikdə 18 və 20-ci sualların həllinə baxaq. 18-ci sualdan bizdən nə istəyir? Bunu orta məxrəc ilə x-dir. Bunları da toplayanda eləyir 16. Bərabərdir x burada 1 atıram. X kvadrat bərabərdir 16-ya, x isə bərabərdir 4-ə. Bu bitdi. Burada deyir ki, romb diagonalları 12 və 16-nın romb perimetrini tapın. Romb çəkirəm bir dənə. Bu 12, burası 16-dır. Bunun əsasən belə bir düsturumuz vardı. D1-in 2-si, D2 bərabərdir 4A kvadrata. 12-nin kvadratı, 16-nın kvadratı bərabərdir 4A-nın kvadratına. 400 bərabərdir 4A-nın kvadratı. A-nın kvadratı 100, A bərabərdir 10-a. Rombun perimetri isə 4A-dır. Yəni 4-ü vururam 10-a, cavabımız 40 cm.